bizim Respublikada hansı hadisələr, hansı vəziyyətlər. Polis yaralandan yəqin ki, Samut rayonunda cəmaatı da bunu görmək istəyirdi. Polisə hansı təzyiqlər, hansı qüvvələr, nə formada olmuşdur, polisə birlikdə olmuşdur, polis öz işinlə beraber yəqin ki, burada oturanların çoxluğu iştirak edirdi, gedib və cəbhədə də qoşuldular, bizim sərhədlərimizi də qoruyurlar, bizim müstəqilliyimizi də qorumaq üçün və Natiqlərin bir açıqlığında sözündə dedi ki, Samut rayonu polis əməkdaşlarımız da 5 nəfəri şəhid oldu. Və ondan sonra bizim Respublikamızın müstəqilliyini istəməyənlər, daxildən və xaricdən hansı qüvvələr, hansı təzyiqlər olub ki, onda hamımız şəhid edirik. Respublikamızın rəhbəri edən bəzi dırnaq arasında rəhbərləri bu formada müstəqilliyi, həm Respublikanın özünün, həm polisin müstəqilliyini, özünün yaranmasını təzyiq göstərməklə hansı hadisələr daxildə, xaricdə, hamımız bilirik ki, biz polis əməkdaşlarının beraber xalqımızın da, cəmaatımızın da rahat yaşamağına, rahat tərtəməyinə, rahat işləməyinə hansı təzyiqlər görülmüşdür. Və çoxu cəmaatın xalqın içində də və işimizdə də söhbətlər gedirdik ki, belə müstəqillik, belə müstəqillik bizə lazım edir, belə müstəqillik istəyirdik ki, biz